Həftəlik bürclər torpaq unsurlarını 3 avqustdan 10 avqusta doğru Oğlaq Boğa qız bürclərini nələr gözləyir? Birinci Oğlaqlardan başlayaq. Oğlaqları dəyərləndirəndə ən çox Oğlaq qadınları bu həftə problemlər yaşayacaqlar. Yəni o qədər özünüzü yalnız, o qədər sizə özünüzü anlaşılmaz bir vəziyyətdə, hər şeyə doğru belə deyim də qarışıq bir vəziyyətdə hiss edirsiniz. Sanki siz necə dünyanın öz ayağınız üzərində istəyəcəksiniz olsun, amma istədiyinizi əldə edə bilməyəcəksiniz. Çünki beyniniz, düşüncələriniz, iş pul maddiyyatına qədər gedişatınız hər şey kaşa vəziyyətindədir. Bu həftə bir balaca bacarırsınız, Oğlaqlar tənha olun bacarırsınız. Bu həftə özünüzlə bağlı olan problemləriniz, yarımsılıqlarınız, düşüncələrinizdən, narahatçılıqlarınız nədirsə, onlara daha çox zaman ayırmağa çalışın. Çünki kaşa vəziyyətinizdən çıxmağı, bunu yüksək səviyyədə özünüz bacara bilərsiniz. Amma elə bir vəziyyətdə dayanmısınız. Sanki bu kaşa vəziyyətindən çıxmaq yox, özünüzü daha da düşüncə fikir olaraq bulandırmağa çalışacaqsınız. Bəli, Oğlaq kişilər daha şöhrətpərəst olacaq, güclü olacaqsınız. Söz olaraq, düşüncə olaraq idarə edəcəksiniz. Amma ümumi Oğlaq olaraq düşüncə planlarınız, qurduğunuz arzu xəyalların bu həftə demək olar ki, heç biri olmayacaq. Yəni bu həftə bir belə deyim də arzu xəyallarda bir uçurum əldə edəcəksiniz. Həftənin sonlarına doğru bacarırsınızsa, ayın 6-sı, 7-sindən sonra iş, pul, maddiyyatla əlaqədar düşüncələrinizdə nə etmək istəyirsə, bunların hamısını etməlisiniz. Çünki o şansınız yaranacaq. Özünüzü qabağa çəkib gücləndirə bilərsiniz. Sadəcə olaraq dəngəsiz olacağınız bir məqam oldu ki, pul, maddiyyatla əlaqədar düşüncələrinizdə belə deyim də şərikli işlər varsa və yaxud da pulunuzu kimləsə bölüşəcəksə, bunlara fikir verməlisiniz. Çünki aldanmağınız ola bilər. Ümumi Oğlaqları dəyərləndirsək, kart olaraq hardasa 73-74%-ə qədər uğurlu edə bilərsiniz. Buğalara gələndə isə buğalar getmək istəmədiyim yerlər, olmaq istəmədiyim mühit, məcburiyyət qarşısında olduğum bəzi nüanslar olacaq ki, sizi elə bir zamanla əlaqədar zəiflədəcək. Bacarırsınızsa buğa bürcləri ailə ilə özünüzlə bağlı olan problemləri böyütməməyə, ailə ilə özünüzlə bağlı olan problemləri biraz yatızdırmağa çalışın. Çünki daha çox ailə, sevgi, şəxsiyyət, insanla münasibət qurduğunuz insanlarla kontaktı düzəltmək lazımdır. Çünki bu həftənin sonlarına doğru elə gözəl xəbər əldə edəcək, sanki çoxdandır bu xəbəri gözləyirsiniz. Özünüzü gücləndirmə, özünüzü qabağa çəkmə kimi nüanslarınız olacaq. Şans olaraq, pul, maddiyyat olaraq özünüzü yeniləyə biləcəyiniz bir məqamda olacaqsınız. Getdiyiniz mühitlərdə, getdiyiniz yerdə sanki qəfəsdə olacaq. Çıxa bilməyəcəksiniz, özünüzü yeniləyə bilməyəcəksiniz və ayrılıq qərarları verə bilərsiniz, soyuqlaşma, uzaqlaşma qərarı verə bilərsiniz. Bu qərarların heç biri uğurlu deyil. Bir balaca insanlarla danışıqda ən çox da sevgi, qəlblə danışdığınız insanlarla yoldaş olaraq, münasibət olaraq ayrılma, parçalanma, soyuqluq, məsafəli qərar verə bilərsiniz. Səhvdir. Maddiyyatınızda böyük bir problem yoxdur, amma beyninizdə olan şəxsiyyətlə, qəlblə olan bərabərliyiniz, tarazlığınız normal vəziyyətdə deyil. 68-70%-ə qədər uğurlu edə bilərsiniz. Qız bürclərinə gələndə isə qız bürcləri artıq öz istədiyiniz vəziyyətə çatırsınız. Yəni idarə, güc, pul, maddiyyat, ruhumun rahat, sakitçiliyi, sabit dəngəm. Sadəcə olaraq bilmirəm, psixoloji olaraq keçmişdən qız bürclərinə narahatçılıqlarınız var. Onlar təzədən qayıdır. Elə bil ki, beyninizdə olan keçmişdən yarımsıq qalan şəxsiyyətlə, pul, maddiyyatla ən çox da bu sağlamlıqla əlaqədar ola bilər. Çünki bədən enerjisinin düşməsi gəlirsə, sağlamlıqla əlaqədar probleminiz ola bilər qız bürcləri. Bunları düzəltməlisiniz. Pulla gözəl şanslarınız gəlir, sadiq dostlarınız gəlir ki, sizi kömək edə bilər və yaxud da çox uğurlu bir insanlar gəlir həyatınıza, sizi dəyərləndirə bilərlər. Mən heç çox bir şey demək istəmirəm, çünki qız bürcləri bu həftə ən çox da qadınlar, hökmran, ağıllı, güclü olduğunuzu bildirəcəksiniz. Zaten mənim üçün qız bürcləri çox ağıllı insanlardır, dost və psixoloji güclü dəstək verən insanlardır. Özünüzü aktivləşdirməyə bacaracaqsınız. Ümumi dəyərləndirsək qız bürcləri bu həftə 87-88%-ə qədər uğurlu edə bilərsiniz.